Hörmətli qonaqlar, hörmətli, dəyərli ziyalılarımız, hamınızı Pedaqoji Universitetin kitabxana, yeni yaradılmış kitabxanasında səmimiyyətlə salamlayıram. Bugün biz Hacı Kərim Sanlı'nın Həyatı və Pedaqoji İrsi adlı elmi praktik konferansa toplaşmışıq. Hacı Kərim Sanlı 20-ci əsr Azərbaycan maarifçiliyinin ən parlaq simalarından biridir. Onun həyat yolu təkcə bir millətin taleyi deyil, xalqın təhsil uğrunda keçdiyi mübarizə yolunun canlı bir təcəssümüdür. Və Sanlı maarifin milliləşməsi, təhsilin məzmununun müasirləşməsi və müəllim şəxsiyyətinin cəmiyyətdə nüfuzunun yüksəlməsi üçün yorulmadan çalışmış və fəaliyyətində elmi yanaşmanı, humanist dəyərləri və milli mənəvi kimliyi harmonik şəkildə birləşdirmişdir. O Qazax qəzasının Çaylı Kəsəmən kəndində anadan olmuş, Mollaxanada ibtidai təhsil almış, sonra Qori müəllimlər seminariyasını bitirərək müəllim, maarifçi kimi fəaliyyətə başlamışdır. O Gəncə, Zəngəzur, Qazax ərazilərində Rus müsəlman məktəblərində müəllimlik və məktəb müdürlüyü etmiş, kəndlərdə savadsızlığın aradan qaldırılması, qızların təhsil alması uğrunda onların hüquqlarının müdafiəsi, maarifin genişləndirilməsi istiqamətində böyük fədakarlıq göstərmişdir. İctimai-siyasi fəaliyyətdə də olmuşdur, Azərbaycan parlamentinin üzvü olmuşdur. İndi bugün bu işi bilən həmkarlarımız daha ətraflı şəkildə bundan bağlı məlumat verəcəklər. Şair, mütəfəkkir, inanıram ki, konferans çərçivəsində təqdim edilmiş məruzələr, müzakirələr Sanlının irsinin daha dərindən araşdırılmasına, həmçinin pedaqoji nəzəriyyə və təcrübənin inkişafına mühüm töhfə verəcəkdir. Səmərəli iş arzulayıram hamımıza və məmnuniyyətlə konferansı açıq elan edirəm. Sağ olun.